Salam əziz şagirdlər, əziz balalar. Bugünkü dərsimiz üçbucağın tərəflər və bucaqlar arasındakı münasibətlər. Demək belə, dərsə qısa konkret izah verək. Demək, üçbucağın tərəflər və bucaqlar arasındakı münasibətlər. Böyük tərəf qarşısında böyük bucaq durur, böyük bucaq qarşısında böyük tərəf durur. Demək, kiçik tərəf qarşısında da kiçik bucaq duracaq. Baxın, çəkirim üçbucaq. A, B, C. BC tərəfi AB tərəfindən göründüyü kimi böyükdür. Məsələn, BC böyükdür AB-dən. AB də AC-dən böyükdür. O da böyük AC-dən. Baxın, BC tərəfinin qarşısında deyənən bucaq A bucağıdır. Deyən bucaq A. AB-nin qarşısındakı bucaq C bucağıdır. Bucaq C. AC-nin qarşısındakı bucaq da B bucağıdır. Bucaq B. Vəssalam. Buna bir misal göstərək. Biz bu bucaq işarəsi bir balaca qarışıq olur. Diqqət edin bura. Məsələn, yazıram bu 5 cm. Buraya yazıram 7 cm. Buna yazıram 10 cm. Düzdür mü? Ardıcıllıqla məsələn 10 böyükdür 7-dən, o da böyükdür 5-dən. Düzdür? 10 7-dən böyükdür, 7 də 5-dən böyükdür. İndi onun qarşısındakı bucaq, götürək məsələn A, B, C. Onun qarşısındakı bucaq A-dır. Oldu bucaq A. 7-nin qarşısındakı bucaq C-dir. Bucaq C. 5-in qarşısındakı bucaq B-dir. Bucaq B. O da böyükdür. Bucaq B-dir. Məsələn, demək bucaq A böyükdür. Bucaq C böyükdür. Bucaq B. Və yaxud bunu alfa götürürəm. 7-nin qarşısındakı bunu götürürəm məsələn. B-ni beta götürürəm. Bunu da gamma götürürəm. Onun qarşısındakı alfadır. 7-nin qarşısındakı gammadır. 5-in qarşısındakı beta. Şagird soruşur məsələn alfa, beta, gamma nə deməkdir? Necə ki adi riyaziyyatda olan məsələlərdə x, y, z hərflərindən istifadə edirik. Həndəsə məsələlərində də alfa, beta, gamma hərflərindən nədir? İstifadə edirik. Keçək çalışmalara. Baxaq şəkil 1-ə. Şəkil 3-nə verilmiş üçbucaqlarda hər tərəfin qarşısında duran bucağı və hər bucağın qarşısında duran tərəfi göstərin. Nömrə 1. Bucaq, hər tərəfin qarşısındakı bucaq belə deyil. AB, AC və BC tərəflərini yazıram. AB tərəfinin qarşısındakı bucaq C bucağıdır. Bucaq C. AC tərəfinin qarşısındakı bucaq B bucağıdır. Bucaq B. BC tərəfinin qarşısındakı bucaq A bucağıdır. Bucaq A. Baxaq indi bu birisinə. Nömrə 1-in buna A yazaq, buna B yazaq. Şəkili özünüz çəkərsiniz. Bucaq M var, bucaq N var, bucaq P var. M-in qarşısındakı bucaq tərəf PN-dir. PN. Sonra N-in qarşısındakı da bucaq N-in qarşısındakı tərəf PM-dir. P-nin qarşısındakı isə M. Bax, bu P hərfi düzdür, bunun qarşısındakı M-dir. Vəssalam. Bax, indi məsələn buna. Yine burada yerimiz qalmışdı. Üçüncüsü, birinə A olsun, bu da C. Üçüncü şəkil yəni. Bura I, S, C. Bucaq I, bucaq S, bucaq C. I-nin qarşısındakı tərəf SC-dir. SC. S-in qarşısındakı IC. C'nin qarşısındakı, C bucağın qarşısındakı tərəf SI və ya IS.
C bəndinə baxaq sonuncuya. Bucaq T, bucaq F, bucaq H. Bunların qarşısındakı isə sadədir. Özünüz nə bilərsiniz, yaza bilərsiniz. Şifahi deyil. T'nin qarşısındakı F'dir. F'in qarşısındakı T'dir. T'nin deyilimi TH. H'ın qarşısında da TF'dir. Şəkil nömrə 2, çalışma nömrə 2. ABC üstbüzağın tərəfləri şəkil 4-də olduğu kimi kiçik latin hərfləri ilə alfa, beta, gamma, yunan hərfləri ilə işarə olunub. Hər bucağın qarşısındakı tərəf və qarşısındakı bucağı yazın. Və hər tərəfin qarşısındakı bucağı. Baxın buraya. A'nın qarşısındakı tərəf alfadır. Düzdür? Bucaq daha doğrusu. A'nın qarşısındakı bucaq alfadır. Bax, belə ox qoyuram. A'nın qarşısındakı bucaq alfadır. Alfanın qarşısındakı nədir? A'dır. Bax, A'nın qarşısındakı bucaq alfadır. Alfa bucağının qarşısındakı tərəf A'dır. B'nin qarşısındakı betadır. Qarşılıqlı qoyuram da. B'yə beta. Burada B yazaq. Bu da beta. Sonra C'nin də qarşısındakı olsun gamma. Vəssalam. Bunu sözlə yazmaq istəsək, məsələn, yazarıq A qarşısındakı bucaq alfa. B qarşısındakı bucaq beta. C qarşısındakı bucaq oldu gamma. İndi və alfa qarşısındakı tərəf A oldu. Alfanın qarşısındakı tərəf A. Beta'nın qarşısındakı tərəf B. Gammanın qarşısındakı tərəf C. Beta qarşısındakı tərəf B. Gammadır bu. Bir də yazaq. Qarşısındakı tərəf C. Bu boyda yazmaq istəsək uzun bu formadadır. Bu boyda amma uzun uzadıya ehtiyac yoxdur. Bu ox işarələri qoymaqla rahatlıqla təyin eləmək olur ki, bir-birinin qarşısındakı budur. Sonra baxaq üçüncüyə. AB böyük AC böyük BC. Olarsa ABC və MNK üst bucaqlarında bucaqlar və tərəflər arasında münasibətlər deyin və onların növünü təyin edin. Nömrə 3. Demək belə. AB AC-dən böyükdür, AC də BC-dən böyükdür. Burada axaram ki, böyük tərəf budur. ABC. Həqiqətən AB AC-dən böyükdür, AC də BC-dən böyükdür. ABC və MNK üç bucaqlarını əvvəl ABC-ni yazaq. Bucaqlar və tərəflər arasında münasibət deyin. Baxın, AB-nin qarşısındakı bucaq C-dir, düzdürmü? Buraya ilə alfa yazaq, daha rahat olsun bizim üçün. Bura beta yazaq. Buna da gamma yazaq. Bax, AB-nin qarşısındakı bucaq gammadır. Yazıram gamma. AC-nin qarşısındakı bucaq betadır. Yazıram beta. BC-nin qarşısındakı bucaq alfadır. Vəssalam. AB böyük AC böyük BC olanda gamma böyük beta böyük alfa olur. Qurtardı, getdi. Yazdıq. Burada bucaqların növünü məsələn təyin eləmək olmaz ki, məsələn mütləq bu kordur, məsələn bunlar itidir. Yəni hər üçü iti də ola bilər. İkisi iti, biri kör də ola bilər və ya biri düz, ikisi iti də ola bilər. Deyil, növünü müəyyən edin, yox. Orada növünü tam müəyyən etmək olmur. İndi keçək B bəndinə. MN bərabər MK kiçik NK-dan. MN-lə MK bərabər. Deməli, bərabər yanlış çıxsaq olur. Bunun növün artıq demək olur. MNK. MN-lə NK bərabər. O da kiçikdir NK-dan. Bundan. Baxın bura, bərabər yanı üç bucaq olanda buradakı bucaqlar bir-birinə bərabər olacaq.
alfa, alfa. Bu bucaq isə fərqli oldu, beta. Və yaxud yazaq elə birini alfa, birini beta yazaq. M-nin qarşısındakı betadır, düzdür mü? MK-nın qarşısındakı alfadır. NK-nın qarşısında da üzrü sayın. Başqa qalmadı. Demək, bu buna bərabərcə, bucaqları bərabər və kiçikdir bundan. Qutardı, getdi. Olduğu kimi qaldı. Demək, üç bucaq nə oldu? Üç bucaq MNK. MNK bərabər yanlı üç bucaqdır. Məsələn, sizin yazanda bunun üzərindən getməyin. Mən qarlamaq kimi deyə üzərindən getdim. Baxaq, nömrə 4-ə. Görək demək, A bəndi. Yazaq. Üç bucaq MNK verilib. MN kiçikdir. MK kiçikdir. NK-dan. MNK üç bucağının bucaqlarını, üç bucağın tərəflərini müqayisə edin. Yəqin bucaqlarını demək istəyib. Çünki bu tərəflər onsuz da verilib də. MNK. MN'in qarşısında məsələn belə götürək. Buranı götürək alfa. Buranı götürək beta. Buranı götürək gamma. MN'in qarşısında betadır. MK'nın qarşısına baxaq. MK'nın qarşısında alfadır. NK'nın qarşısında gammadır. Və salam. Qutardı, getdi. Və yaxud MN'in qarşısına yazaraq bucaq K'nın özünü. MK'nın qarşısında yazaraq bucaq N'nin özünü elə. NK'nın qarşısında da yazaraq gamma, yəni bucaq M-i. Bu biraz qarışıq olur, baxın. Niyə qarışıq olur? Bucaq işarəsi ilə bu kiçik işarəsi bir-birinə oxşuyur deyə qarışıq. Amma rahatı bax budur. Baxaq indi B bəndinə. ABC üç-bucağında AB bərabər 9. Deməli, üç bucaq ABC-də. AB bərabər 9, AC bərabər 14, BC bərabər 8. Demək, bucaqları artan sırayla düzək. Çəkirəm üç bucaq. A, B, C. AB yazıram 9, AC yazıram 14, BC yazıram 8. Deməli, baxın bura, 8 artan sırayla deyirsə, deməli 8, 9, 14. 8 9-dan kiçikdir, 9 14-dən kiçikdir. 8-in qarşısındakı tərəf bucaq A-dır. Alfa, beta, gamma yazaq. 8-in qarşısındakı A-dır. 9-un qarşısındakı gammadır. A deyirəm, alfa, bu da gamma. 14-ün qarşısındakı betadır. Burada necə kiçik yazılmayıb. Buyurun, burada da belə yazıram. Qutardı, getdi, düzdük. Keçək 5-ciyə. Düzbucaqlı üçbucaqda ən böyük tərəf hansıdır? İti bucaqlarının biri 34 dərəcə olarsa, bu üçbucağın ən kiçik tərəfini müəyyən edin. Düzbucaqlı üçbucaqda yazıram. Düzbucaqlı üçbucaqda ən böyük tərəf, bir dəqiqə, qələm bitdi, yaz. Ən böyük tərəf hipotenuzdur. Bunu yazdım. İti bucaqlardan biri 34 dərəcə olarsa, bu üç bucağın ən kiçik tərəfini müəyyən edin. İti bucaqlardan birini yazıram 34 dərəcə. Balaca hərf məsələn, buraya daha doğrusu buraya yazaq A, buna yazaq B, buna yazaq C. Düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi 90-dır. Bu ikisinin cəmi 90 olacaq. Demək, bucaq C-ni tapmaq üçün
90 dərəcənin 34 dərəcəni çıxıram edir 56 dərəcə. Bura oldu 56 dərəcə. Baxın, 34 dərəcə, 56 dərəcə, bu isə 90 dərəcə. Ən kiçik bucaq 34 dərəcədir. 34-ün qarşısındakı bax, bu ən kiçik olacaq. Və yaxud dərəcələri düzək. 34 dərəcə, 56 dərəcə, 90 dərəcə. Düzdük, bu bucaqları yazdıq. 34-ün qarşısındakı AC, 56-nın qarşısındakı AB, 90-ın qarşısındakı, yəni bu 90-ın qarşısındakı da BC. Kiçik, kiçik. Demək, ən kiçik tərəf nə oldu? 34-ün qarşısındakı AC. Vəssalam. Bu da bitdi. Görək indi Leyla Fərid demək. Nömrə 6. Leyla və Fərid A bucağı 70 dərəcə olan bərabəryanlı ABC üçbucağını çəkdilər. Leyla bu üçbucaqda BC tərəfinin AB və AC tərəflərinin hər ikisindən böyük olduğunu söyləyir. Fərid AB və BC tərəflərinin hər ikisinin eyni uzunluqda olub AC tərəfindən böyük olduğunu iddia edir. Onlardan hansı ağıldır cavabınızı əsaslandırın. A bucağı 70 dərəcə olan bərabəryanlı ABC üçbucağı. Deyə buraya yazıram A, B, C. Buraya yazım 70 dərəcə. Bərabəryanlıdırsa, yəni bu bucağından bu tərəfdən də bu tərəf bərabər ola bilər. Və yaxud bu tərəfdən bu tərəf bərabər ola bilər. Biraz qarışıq oldu. Demək, belə edək burada. Bərabəryanlı bir dəfə götürək, bu ikisini bərabər götürək. Bu da oldu 70 dərəcə, düzdür? 70 oldu 180. 180 deyim, 180-dan çıxıram. 70 deyil 70-i. 180 çıx 140 dərəcə. Demək, bura oldu 40 dərəcə. Burada baxın, AB bərabər oldu BC-yə. Demək, bucaqları düzək nənə. 70, 40. 70 dərəcə bərabər 70 dərəcə, o da böyük 40 dərəcədən, düzdür? 70-in qarşısında məsələn BC, demək BC ilə AB bərabər. Onlar da böyükdür 40-ın qarşısındakı AC-dən. İndi ikinci dəfə çəkək. Yenə ABC. Buranı götürək 70 dərəcə, bu bucaqları bərabər götürək bir-birinə. Bu bucaq 70-dir, bu ikisi bir-birinə bərabər. 180-dan çıxıram 70-i. Bölürəm 2-yə. Buradakı bucağı tapmaq üçün bölürəm 2-yə. Çünki 2 dənədir. 180-dən 70 çıxır 110. 110 da 2-yə bölürəm 55 dərəcə. 55. Burada isə bu tərəflər bir-birinə bərabərdir. 55. İki bucaq bərabərsə, həmin bucaqlara bitişik tərəflər bərabərdir. Deməli, AB bərabər BC. Əvvəl dərəcələri düzək. 70 dərəcə böyükdür 55 dərəcədən, o da böyük bərabər 55 dərəcəyə. 70-in qarşısındakı BC-dir. 55-lərin qarşısındakı AC-nin AB böyükdür AC-dən, o da bərabər AB-yə. Baxaq görək bunlar nədir? Deməli, Leyla deyir ki, BC tərəfi AB və AC-nin hər ikisindən böyükdür. BC hər ikisindən böyük oldu burada. Bu Leylanın dediyi oldu. Saçmalı. Leyla bunu bu cür yazıbsa demək düz deyib. Fərid isə AB və BC-nin hər ikisi eyni uzunluqdadır və AC tərəfindən böyük olduğunu iddia edir. Hər ikisi düz deyir, amma tam düz demir. Fərid bunu düz deyir. Leyla da bunu deyir. Amma hər ikisinin dediyi tam düz deyil. Hər ikisinin dediyi düz ola bilər. Burada deyir. Çünki Fəridin dediyi bu düzdür, Leylanın dediyi bu düzdür. Burada iki hal var. Bu oldu birinci hal. Leyla'da da oldu ikinci hal.
Keçək indi növbəti çalışmaya. Bərabəryanlı ABC üçbucağının oturacağına paralel olan düz xətt AB tərəfini MAC tərəfi N nöqtəsində kəsir. N. Bu oturacaqdır. Buradakı bucaqlar bərabər. Bu bunu kəsdi. Deməli, bir dəqiqə. Üçbucaq ABC bərabər yanlı. Bura bir dənə A xətti. A xətti, A düz xətti paraleldir BC-yə. Deməli, AB ilə kəsişəndə deyir, AB tərəfin M nöqtəsində kəsir. Buranın M-də kəsir. M alınır. AC ilə kəsişəndə isə N alınır. Bizə deyir MAN üçbucağın növünü. MAN bu üçbucağın növünü. Baxın bura. Bu xəttlər paraleldirsə, bu bucaqla bu bucaq eyni olur. Bərabəryanlı üçbucaq olduğundan oturacaqdakı bucaqlara yazaq alfa. Bura ilə bura eyni oldu. Və bu bucaqla da bu bucaq eynidir. Niyə? Çünki uyğun bucaqlardır. Deməli, bucaq B bərabərdir bucaq AMN-ə. Bucaq C bərabərdir bucaq. Həlli yazmadım bura. Bucaq C də bərabər AN-ə. Hər ikisini yazdıq alfa. Deməli, nə oldu? 3 bucaq AM-in və ya MAN deyir də bizə. Bizə deyir 3 bucaq MAN deyirdi. Bərabər yanlıdır. Və salam. Qurtardı getdi. Görək bu birisində hansı sürprizlər var, hə? İsbat edin ki, BD tərəfi ABC üçbucağının yan tərəfindən A bəndi böyükdür. Burada böyükdür, burada kiçikdir. İsbat edin ki, bu BD bu üçbucağın yan tərəfindən bundan böyükdür. Bunu isbat edək. Yəni, bizə bir balaca böyük məsələdir. Demək belə, üçbucaq ABC bərabər yanlıdır. Bu ABC bərabər yanlıdır. İsbat edin ki, BD böyükdür AB-dən və ya AB ilə BC bərabərdir. BD böyükdür BC-dən. Yazaq isbatı. Baxa, bu üçbucağa. Ayrıca bir dənə çəkim o üçbucağa. B, D, C belə çəkirəm. Bu bucaq alfadır. Buraya yazaq beta. Demək, burada yazım beta, burada yazıq gamma. Əgər alfa betadan böyük olsa, bu tərəfdən böyük olacaq. Görək, nə edirik? Baxıram ki, alfa üçbucaq ABD-də alfa xarici bucaqdır, düzdürmü? Bu bucaq bu ikisinin cəminə bərabər. Yəni, üçbucağın xarici bucağı digər iki daxili bucağın cəminə bərabərdir. Alfa bərabər beta üstəgəl gamma. Demək, buradan görünür ki, alfa bərabər betanın üzərində hər hansı bir bucaq gəlir, alfa edir. Deməli, alfa böyük oldu betadan. Bu aydın məsələdir. Baxın, alfa betadan böyükdür, düzdürmü? Alfanın qarşısındakı tərəf hansı tərəfdir? BD. Betadan qarşısındakı tərəf. Betadan qarşısındakı tərəf BC. Demək, BD BC-dən böyükdür. Vəssalam. Deməli, BD böyük BC nə oldu? İsbat olundu. Qutardı, getdi. İndi bunun B bəndini isbat edək. Bu A bəndi idi. B bəndinə deyir ki, BD kiçikdir AB-dən, yəni BD kiçikdir BC-dən.
Deməli, bu tərəflər bərabər. Bunu bildik. Buraya yazaq alfa, alfa. Buna yazaq beta. Buraya yazaq gamma. Bu üçbucağı ayrıca çəkək. Bura C, bu B, bu da D. Beta alfa. Baxaq görək burada hansı böyük, hansı kiçikdir əziz balalar. Beta bərabər alfa üstəgəl qammaya. Demək, beta alfadan böyük oldu. Məsələn, qamma hər hansı deyək, məsəl üçün 10 dərəcədə deyək, düzdür? Beta bərabər alfa üstəgəl hər hansı bucaq. Demək, beta alfadan böyükdür. İndi baxırıq, betanın tərəfində BC-dir. Betanın qarşısında BC. Alfanın qarşısında BD-dir. Demək, BC böyükdür BD-dən. Yəni, BD BC-dən kiçikdir. Vəssalam. BD BC-dən kiçikdir. AB-nin də BC eynidir, ona görə eynidir. BD demək AB-dən kiçikdir. Burada məsələn BD böyükdür AB-dən. Demək, isbat olundu. Vəssalam balalar, hələlik bu qədər. Allah Teala sizlərə dünya və axirət səadəti versin. Sağ olun, Allah amanında.